Salam, bugün dilimizdə çəkməcə döşü kimi tanınan pektus excavatum patologiya xəstəliyi haqqında məlumat verəcəm. Nədir pektus excavatum? Döş sümüyünün arxaya doğru çökməsi, kostal qığırdaqların asimetrik şəkildə əyriliyi ilə xarakterize olunan bir deformasiyadır. Pektus deformasiyaları döş qəfəs deformasiyalarının təqribən 95%-ni əhatə edir. Etiologiyasına gəldikdə, etiologiyasından bəlli olmasa da bəzi nəzəriyyələrdə 35-40% hallarda genetik faktorun rol oynadığı, eyni zamanda uterin baskı, raxit xəstəliyi, diafraqmal anomaliyalarda olan xəstələrdə də yanaşı olaraq izləndiyi görülmüşdür. Xəstəlik oğlanlarda qızlara nisbətən 5 qat daha artıq izlənir və bu deformasiya adətən asimetrik, xüsusilə də sağa meyilli olur. Müayinə ondan ibarətdir ki, ilkin olaraq fiziki müayinə olunur, onsuz da fiziki müayinədə pektus excavatum nəzərə çarpan dərəcədə olur. Patologiya uşaqlıqda yaransa da, əksər hallarda pubertat dönəmində, yəni yeniyetmə dönəmində bu deformasiya daha artır və daha çox nəzərə çarpan olur. Yanaşı olaraq fiziki müayinədə auskultasiya olunur xəstələr, eyni zamanda spirometriya, elektrokardioqramma, exokardioqramma da olmalıdır. Çünki tənəffüsdə də bir sıra dəyişikliklər olur. Sakit halda tənəffüs normal olsa da, aktiv hərəkətdə, xüsusilə uşaqlarda oynayan zaman dəyişikliklər meydana çıxa bilir və tənəffüslə bağlı problemlər, tez yorulma kimi problemlər meydana çıxa bilir. Elektrokardioqrammada, exokardioqrammada da ürəkdə bir sıra dəyişiklikləri müşahidə edə bilirik. Belə ki, ritm pozğunluqları meydana çıxa bilər, ürəyin hissəsinin sağ ayaqçının atanın blokadası meydana çıxa bilər, VPV sindromu görə bilərik və s. Ən vacib instrumental müayinə üsulu kompüter tomografiyasıdır. Kompüter tomografiyasında Haller testi əgər pozitivdir, pozitivliyi ilə yanaşı dərəcəsi aydınlaşdırılır. Belə ki, 2.5-ə qədər normal sayılır dərinlik, 3.5-4-dürsə artıq ciddi dərəcədə dərinlik sayılır və burada artıq simptomlar 4 qat təqribən artmış olur və 7-dən yüksək olduğunda isə daha da tənəffüs çatılmazlığı, digər kardiyak problemlər meydana çıxır ki, əksər hallarda cərrahiyyəyə göstəriş olur. Haller testi nədir? Döş qəfəsinin ən geniş yerində aksial kəsimdən çəkilən zaman eninin ölçüsü götürülür və digər tərəfdən isə döş sümüyündən onurğaya qədər olan məsafə götürülür və bunların nisbəti Haller testini verir bizə. Artıq burada dərəcələmədə patologiyanın nə qədər ciddi, nə qədər şiddətli olduğunu artıq bilə bilirik. Müalicəsinə gəldikdə ən vacib, ən vurğulanası nüansı isə buradadır. Günümüzdə ölkəmizdə bir sıra müalicələr tətbiq olunur pektus excavatum müalicəsində. Dünya protokollarında, aparılan tədqiqatlarda məlum olmuşdur ki və təsdiqlənmişdir ki, pektus excavatum müalicəsində ən effektiv üsul, ən unikal üsul vakuum bel terapiyasıdır. Vakuum bel terapiyası necə tətbiq olunur? Xəstənin yaşı burada çox önəmlidir, dərinlik çox önəmlidir və yanaşı olaraq xəstəliyin verdiyi simptomlar çox önəmlidir. Bunlar nəzərə alınaraq fərqli şəkildə tətbiq olunur. Eyni zamanda qız və ya oğlan olması da burada çox önəmlidir. Vakuum bel cihazının ölçüsü seçilərkən və forması seçilərkən çox önəmlidir. Bir də onu qeyd etmək istəyirdim ki, yanaşı olaraq müalicə və bədən tərbiyəsi də vakuum bellə birlikdə tətbiq olunarsa daha effektiv, daha güclü nəticə əldə etmək olar. Tək müalicə və bədən tərbiyəsi pektus excavatum müalicəsi deyil. Qeyd etdiyim kimi vakuum bellə birlikdə tətbiq olunduqda yüksək nəticə əldə edilir.